Hökmdarı Cavanşir və müşayiətçiləri bələdçi ilə birlikdə xəlifənin qəbul salonuna girəndə orada 4 nəfərin olduğunu diqqət etdi. Onlardan biri xəlifənin taxtının sağında, ikisi solunda, digəri isə önündə oturmuşdu. Xəlifə içəri daxil olanda bələdçinin göstərişi ilə Cavanşir ilə müşayiətçilər təzim etdilər. Hamı oturandan sonra xəlifə üzünü Cavanşirə çevirərək gülər üzlə "Şərqin hökmdarı xoş gəlib, səfa gətirib" dedi və Cavanşiri irəli çağırdı. Cavanşir xəlifəyə 2 addım qalmış ayaq saxladı. Xəlifə baxışlarını yenə Cavanşirə çevirdi. Şərqin hökmdarının təşrif buyurmaqdan məqsədi nədir? Gəlişimdə məramımız sənin səya-i mərhəmətini öz üzərimizdə görmək şərəfinə nail olmaqdır, dedi. Xəlifə Müaviyə razılıq vermək əlaməti olaraq başını tərpətdi və dedi: Biz səni Aran hökmdarı kimi tanıyırıq. İndi isə süni knyazlığını da sənə veririk. Cavanşir əllərini sinəsində çarpazlayıb baş əyərək dedi: Çox lütfkarsan, əmrəl-möminin. Xəlifə sözünə davam elədi. Biz Azərbaycanın da idarəsini sənə tapşırmaq fikrindəyik. Xəlifənin gözlənilməz təklifi hökmdarı çaşdırdı. Cavanşir xəlifənin sərkərdələrinin Azərbaycan uğrunda, Azərbaycanın zənginliklərini ələ keçirmək uğrunda necə didişdiklərindən xəbərdar idi. Cavanşiri qorxudan da bu idi. O qorxurdu ki, bütün Azərbaycanın hakimliyinə razı olsa, sərkərdələrin qəzəbinə tuş gələ bilər. Bu, nəinki Azərbaycanı, hətta önəmli bir hissəsi olan Aranı da itirməyə gətirib çıxarardı. Cavanşir bütün fikirləri bir anın içində xəyalından keçirdi və cavab verməyə tələsdi. Sənin lütfünün hüdudu yoxdur, əmrəl-möminin. Ancaq qorxuram, bacarmayam. Azərbaycan böyük ölkədir. Cavanşirin sözləri xəlifəyə qəribə göründü. Bura başdan başa türklər ölkəsidir. Aran cəmaatı da onların dilindən danışır. Ona görə də fikirləşdim ki, şərqin hökmdarının torpaqlarını genişləndirim. Qoy sən deyən olsun, dedi və əlavə etdi. Məndən başqa istəyin şərqin hökmdarı. Cavanşir yenə də İstərdim səya-i mərhəmətindən vergiləri bir qədər azaldasan, dedi. Xəlifə biraz gülümsündü. Sağ əli ilə saqqalını sığallaya-sığallaya vəzirə döndü. Aran ölkəsindən yığılan vergilərin 1/3-ni şərqin hökmdarına bağışlayıram, dedi. Cavanşir öz müşayiətçiləri ilə birlikdə iqamətgahına çatan kimi bütün yol boyu susmuş və indi də kədərli görünən Dəvdək qayğılı şəkildə dilləndi. Dəməşqə varmamız çox xeyirli oldu. Ancaq başa düşmədik, niyə Azərbaycanın hökmdarlığından boyun qaçırdın? Cavanşir gülümsündü və dedi: Gəlmişdik saqqal dalınca, bığı da qoyub qaydaydım deyirsən? Aha. Gəldik çıxdıq 261-ci suala. Deyir mətndə çərçivəyə alınmış cümlədəki fikir əvvəlində hansı işarə qoyulmuş cümlə ilə izah edilə bilər? Deyir gəlmişdik saqqal dalınca, bığı da qoyub qaydaydın deyirsən. Bığı da qoyub qaydaydın deyirsən. Bu bilirsiniz nəyi deyir? Deyir bu nəinki Azərbaycanı, hətta onun önəmli bir hissəsi olan Arranı da itirməyə gətirib çıxarardı. Cavanşir Arranın hökmdarı idi. Orada deyir ki, Dəməşqə varmamız çox xeyirli oldu. Ancaq başa düşmədik, niyə Azərbaycanın hökmdarlığından boyun qaçırdın? Yəni, Cavanşir qorxur ki, Azərbaycanı tuta bilərlər başqa hökmdarlar. Axı, burada deyir, ələ keçirmək uğrunda necə didişdiklərindən xəbərdar idi. Və o fikirləşirdi ki, Azərbaycanı xəlifə buna verməklə bu Aranı da itirə bilər. Ona görə deyir, gəlmişdik saqqal dalınca, yəni vergiləri zadı azaltmaq üçün gəlmişdik. İndi Azərbaycanı verəndə xəlifə bığı da qoyub qaydaq, yəni bığı da deyəndə burada Aranı nəzərdə tutur. Yəni adam öz ölkəsinin normal yaşaması üçün vergiləri falan azaltmaq məqsədi ilə gəlib və xəlifə də ona Azərbaycanı bağışlayır. Azərbaycanı da elə bil Azərbaycana hökmranlıq eləyərkən Arandan da olmaq istəmir. Ona görə saqqal dalınca bığı qoyub qayıtmaq üçbucaq cümləsinə uyğun gəlir. Cavab olur C variantı. Keçirik 262-ci suala. Mətnin üslubuna uyğun olaraq boş çərçivənin yerinə artırıla bilən nümunələri seçin deyir. Uşaqlar, mətnimiz baxmayaraq ki, hökmdarla filan bağlıdır. Burada dialoqlar və s. var deyənə bədii üslubda götürəcəyik mətnimizi. Mətnimiz bədii üslubdadır. Birdə deyir, xilafətdə baş verən siyasi çevriliş Əməvilər sülaləsinin hakimiyyət başına gəlməsi Cavanşiri öz siyasi xəttini dəyişməyə vadar edir.
Bu mətnin üslubuna uyğun deyil. Niyə? Çünki publisistik üsluba daha çox uyğundur. Həm də ki, mətnə ümumiyyətlə boş çərçivəyə artırıla bilməz. Çünki xilafətdə niyə siyasi çevriliş, niyə Cavanşirin siyasi xətti dəyişsin və s. uyğun gəlmir. 2-də deyir, xilafət Azərbaycanın gözü olan Arranı bütünlüklə öz pəncəsinə keçirmək üçün çoxdan fürsət axtarırdı. Cavanşir bütün bu fikirləri bir anın içində xəyalından keçirdi və cavab verməyə tələsdi. Yəni, Arranı itirməkdən qorxur Cavanşir və sonra da deyir ki, xilafət Azərbaycanın gözü olan Arranı bütünlüklə öz pəncəsinə keçirmək üçün çoxdan fürsət axtardı. Həm məzmun cəhətdən, həm də pəncəsinə keçirmək, fürsət axtarmaq məcazidir deyənə bədiyyə daha çox yaxındır. 2 düzdür. 3-də deyir, Arran siyasi suverenliyini qorumağa cəhd eləsə də, Ərəb xilafətinin vassalı kimi vergi ödəmək şərtlə onu hansı vəziyyətdə idi? Bu da publisistikdir, uyğun gəlmir. Deyir, Arran antik dövr və orta əsrlərdə Kür-Varaz çaylarının qovuşduğu yerdə mövcud olan tarixi coğrafi məkandır. Bu da publisistikdir. Siyasət dünyasında edilən təkliflərin arxasında gizlənmiş niyyətləri çözmədən cavab vermək ölkəni uçurum kənarına gətirib çıxara bilər. Məcazilik var. Plus da boşluğa məzmun cəhətdən də ödəyəcək. Bu da həm bədii üslubdadır. 2 ilə 5-i cavab olaraq götürəcəyik. Olacaq düzgün cavab A variantı. Sonra gəldik, çıxdı 263. Mətndə tünd qara hərflərlə verilmiş ifadənin şərhini istəyir. Tünd qara ifadə təşrif buyurmaqdır, başqa yoxdur. Təşrif buyurmaqla bağlı uyğun fikirləri, yəni doğru fikirləri istəyir. Deyir, hörmət və nəzakət məqamında işlədilir. Məsələn, bəli, bu düzdür də, xoş təşrif buyurmusun. Yəni, xoş gəlmisiniz anlamındadır da, bir növ belə deyim. Xahiş etmə ifadəsinin qarşılığıdır, xeyr. Cənablar, içəri gəlin cümləsində ifadənin şərhi əksini tapıb, bəli, içəri təşrif buyurun deyə bilərəm. 3 düzdür. Hökmdarın qarşısında baş əydi. Baş əymək təzim etməkdir uşaqlar. Təzim etmək, yəni təşrif buyurmaq deyil. Həqiqi mənadadır deyir, xeyr. Buyurmaq sözü ilkin mənasını itirir. Məcazi mənadadır, ona görə təşrif buyurmaq məcazi mənadadır. Cavab olur C variantı. 264-də deyir ki, əvvəlinə rəqəm yazılmış hansı cümlə mətndən çıxarılsa, məzmun ardıcıllığı pozular. Yəni, xələl gələr, zərər gələr, belə deyək, belə də verə bilər sualın şərtini. Bir-bir qarşısına rəqəm qoyulmuş cümlələrə baxırıq. Deyir, xəlifə içəri daxil olan bələdçinin göstərişi ilə Cavanşir ilə müşahidçilər təzim etdilər. Hamı oturandan sonra, yəni hər hansısa bir kiminsə fikri deyil, ya hansısa bir hadisənin səbəbi deyil, nəticəsi deyil, çıxarsaq problem yaranmaz, çıxara bilərik. Cavanşir xəlifəyə 2 addım qalmış ayaq saxladı. Yəni, Cavanşirin ayaq saxlaması nəyi dəyişir ki, bunu çıxart, bir problem yoxdur. Xəlifənin gözlənilməz təşrifi hökmdarı çaşdırdı. Bunu da silsən problem yoxdur. Zaten qarşısına ulduz qoymuş cümlədən başlayaraq Cavanşirin çaşmağını göstərən məsələlər, səbəblər, nəticələr özünü göstərir. 4-ü də çıxarsan bir problem yoxdur. Yəni, məzmun ardıcıllığını pozmaz. 5-i çıxarsaz problem olacaq. Niyə? Diqqətlə baxırıq burada. 5 dialoqdur, kiminsə fikridir, düzdür? Cavanşirin sözləri xəlifəyə qəribə göründü. Yəni, bu qarşısına 5 qoyulmuş cümlə kimin fikridir? Xəlifənin fikridir, xəlifənin. Mən 5-i silsəm, sanki Cavanşirin sözləri xəlifəyə qəribə göründü. Qoy sən deyən olsun, sanki xəlifə dedi demiş olacaq. Amma bu xəlifənin sözdür. Növbəti dialoq kimin sözü olur? Cavanşirin. Cavanşirin. Yəni, siz 5-i çıxara bilməzsiniz. 5-i çıxarsaz, elə bil ki, dialoqdakı ardıcıllıq itir. Ona görə cavab olur 5. 5 də day hansı varianta düşürsə. C-yə düşür. Cavab olur C variantı. C. 265. Mətnə əsasən cədvəldəki doğru fikirləri müəyyən eləyin deyir. Deməli, xəlifənin edəcəyi bütün təkliflərdən xəbərdar idi Cavanşir. Bu yanlışdır, çünki Azərbaycanın ona verəcəyini heç gözləmirdi. Bir yanlışdır,
Amma doğru fikirləri istəyir. Ona görə B silinir, Y silinir, C silinir. Uzaqgörəndir, siyasi vəziyyətdən nəticə çıxarmağı bacarır Cavanşir. Bu doğrudur. Niyə? Çünki o bilir ki, Azərbaycanı almaqla Arranı da itirə bilər. Ona görə uzaqgörəndir. Qarşı ssenariləri fikirləşir artıq ki, nə baş verə bilər. Sonra, hakimiyyətini genişləndirmək üçün güzəştə getməyə də hazırdır. Bu Cavanşir deyil, xəlifədir. Çünki vergiləri 1/3 miqdara qədər azaltmaq xəlifənin güzəştidir. Cavanşirin güzəşti deyil. Ona görə yanlışdır. 3-ü də çıxartanda zaten D variantı qalır. Gəlin digərinə baxaq. Xəlifə asılılığında olan hökmdarla hörmətlə davranır. Bəli, Cavanşir xəlifədən asılıdır, amma ona hörmət eləyir. Xoş təşrif buyurubsunuz. Arran hökmdarı filan deyir. Ona ərazi bağışlayır. Yəni çox nazikcə davranır, belə deyək. Doğrudur. Sözünün yerə salınması onun qəzəbinə səbəb olur. Biz mətndə qəzəb duyğusu görmürük. Yanlışdır. İdarəçiliyi altında saxladığı ölkə haqqında məlumatlıdır. Sözsüz ki, məlumatlıdır. Bilir Cavanşir haraların hökmdarıdır. Məsələn, orada deyir, türkcə danışırlar o ərazidə də. Ona görə də rahat olacaq deyir sənin üçün idarə eləmə. Cavab olur 2, 4, 6 D variantı. Sonra, deyil mətndə çərçivə daxilində verilmiş hissədəki dialoq fərqli sətirlərdə verilsə də, əslində xəlifəyə aiddir. Onların arasında elə cümlə yazın ki, eyni şəxsə aid olub-olması ilə bağlı şübhə aradan qalxsın. Bu tip sual çox nadir hallarda düşür. Deyil, çərçivə daxilində verilmiş hissədəki dialoq fərqli sətirlərdə verilsə də, bayaqları dediyim. Bayaqları onda yanlış demişik, belə başa düşdüm. İkisi də xəlifəyə aiddir. Çünki mən orada biraz tutuldum ki, şərqin hökmdarı deyəndə bu Cavanşirə müraciət edir. Deməli, bunun hər ikisi kimə aiddir? Bunun hər ikisi kimə aiddir? Xəlifəyə. Bu hər iki dialoq xəlifəyə aiddir. Və deyir ki, görürsüz, orada sualın özündə də deyir ki, şübhə yarana bilər ki, biri xəlifəyə aiddir, biri Cavanşirə. Şübhə yaranmaması üçün belə deyə bilərik. Deyir, bu dialoqların arasında bir dənə cümlə artır ki, yəni bilinsin ki, bunu da xəlifə deyir. Bunu da xəlifə deyir. Deməli, bura xəlifəyə qəribə göründü. Bura başdan başa türklər ölkəsidir. Arran cəmaatı da onların dilindən danışır. Ona görə də fikirləşdim ki, şərqin hökmdarının torpaqlarını genişləndirim. Biraz məsəl üçün biraz fikrə getdikdən sonra davam etdi. Ya da yaza bilərik ki, biraz düşündükdən sonra, pozanım hanı mən? Biraz düşündükdən sonra sözünü davam etdi. Qoşa nöqtə, qoy sən deyən olsun dedi və əlavə etdi. Ya da biraz düşündükdən sonra xəlifə fikrini tamamlayaraq qoşa nöqtə. Ya da biraz fikrə gedərək xəlifə yenidən qoşa nöqtə. Yəni biz müəllifin sözü əlavə eləməliyik ki, ora qoşa nöqtə ilə. Bilinsin ki, bunu da, bu hissəni də xəlifə deyib. Xəlifə, Cavanşir deməyib. Deməli, bayaq orada 5 nömrəli cümlə vardı 264-də. Onu ona görə çıxartmırıq ki, Cavanşir və xəlifə məsələsi yox. Cavanşirin sözləri xəlifəyə qəribə göründü, qoy sən deyən olsun dedi və əlavə etdi, məndən başqa istəyən. Yəni, burada 5 nömrəli cümləni çıxarsaq, xəlifənin niyyətini çıxarmış olaraq, ona görə ardıcıllıq pozulacaq. Yəni, zərər gələcək. Çünki burada xəlifənin məqsədi var 5-də. Məqsədi nədir? Şərqin hökmdarı olan Cavanşiri, belə deyək də, ərazilərini genişlətmək. Məqsədi itmiş olacaq. Ona görə 5-i çıxara bilmərik və eyni zamanda da dediyim kimi, bura müəllifin sözü əlavə eləyəndə yazsınız ki, xəlifə biraz fikrə getdikdən sonra sözünü davam etdi. Qoşa nöqtə, qoy sən deyən olsun dedi və əlavə elədi. Məndən başqa istəyən şərqin hökmdarı. Belə. Bu tərz bir cümlə əlavə eləməlisiniz. Sonra
Deyir, mətndə nöqtələrin yerinə uyğun gələn məcazi mənalı iki ifadə yazın nöqtələrin yerinə. Deməli, Cavanşir yenə də söz aldı deyə bilərik. Məsələn, Cavanşir yenə də söz aldı. İstərdim səyə mərhəmətindən vergiləri bir qədər azaldasan. Məsələn, sonra yaza bilərsən ki, Cavanşir yenə də fikir fikir bildirmək istədi. İndi fikir bildirmək orada həqiqi mənada götürüləcək. Söz aldım. Cavanşir yenə də qürurlu bir tərzdə ondan xahiş elədi. Burada da yenə məcazi olmur. Ehtiyatı əldən verməyib olar. Cavanşir yenə də ehtiyatı əldən vermədən qoşa nöqtə yazır. Söz alıb yazmaq olar. Bu ikisi uyğun gəlir. Ehtiyatı əldən vermədən bir də söz alıb. Etalonda böyük ehtiramla da yazıb. Yəni, böyük hörmətlə. Orada da böyük hörmətlə böyük məcazidir ona görə. Yazmaq olar. Sonra 268. Mətnə səslən sxemi tamamlayın. Girişə aid bir plan bəndi yazmalısınız. Cavanşir və müşayiətçiləri yaza bilərik. Çünki onlar gəlirlər xəlifənin qəbul sarayına. Girişə yazırsınız ki, Cavanşir və müşayiətçiləri xəlifənin səxavəti əsas hissədədir. Əsas hissədə başqa bir şey də yaza bilərik. Bura, yəni çünki ikinci dənə də əsas hissə var. Oraya yaza bilərsiniz. Deməli, xəlifənin təklifi, daha sonra Cavanşirin xahişi yaza bilərsiniz. Cavanşirin dəvdəkə cavabı da ən axırda olduğu üçün onu da nəticəyə yazacaqsınız. Deməli, girişə yazırsınız Cavanşir və müşayiətçiləri. İkinci əsasdır. Üçüncü əsasa ya yazırsınız xəlifənin təklifi, ya da yazırsınız Cavanşirin xahişi. Axırıncıya da yazırsınız nəticə. Ay Allah. Sonra altına xətt çəkilmiş cümlənin mətnin aid olduğu üslubun səciyyəvi xüsusiyyətlərini uyğunlaşdırmaqla iki müxtəlif formada yenidən yazın. Yəni, iki dənə ayrı-ayrı şəkildə yazacaqsan, ayrı-ayrı məcazilər artırmalısan. Ona görə gəlin baxaq görək ki, altına xətt çəkilmiş cümlə hansıdır birinci. Cavanşir öz müşayiətçiləri ilə birlikdə iqamətgahına çatan kimi bütün yol boyu ağzına su alıb oturmuş. Bax, susmuşun yerinə şey yaz. Ağzına su alıb oturmuş və indi də kədərli görünən dəvdək qayğılı şəkildə dilləndi. Birinə deməli, ağzına su alıb oturmuş qoyduq. Başqa bir şeydə susmuşun yerinə ağzına su alıb oturmuş yazdın. Bir dənə də nümunədə götür kədərli görünənin yerinə şey yaz. Üzünü kədər buludları almış dəvdək. Kədər buludları almış dəvdək. Ya da şey yaza bilərsiniz. Kədərli görünənə şey deyirlər. Deyir, nə olub? Gəmilərin qara sularda batıb. Şey deyə bilərsiniz. Gəmiləri dəryaya qərq olmuş. Belə yaza bilərsiniz. Deməli, susmuşun yerinə ağzına su alıb oturmuş. Ağzını bıçaq atmayan. Bu belə də yazmaq olar. Kədərli görünənin yerinə də deməli, gəmiləri dəryada qərq olmuş kimi görünən dəvdək ya da üzünü kədər buludu almış dəvdək yaza bilərsiniz. Məcazi mənada. Elə bir şey yazmalısınız ki, mətnlə də uyğunlaşsın. Mətn əsasında Azərbaycandakı həmin dövrün ictimai-siyasi vəziyyəti ilə bağlı ən azı iki fikir yazın. Birincisi odur ki, Azərbaycan asılı vəziyyətdədir, işğal altındadır. Çünki orada xilafətdə vergi ödəyir. Deməli, xilafətdən asılı vəziyyətdədir. Ərəblərin işğalı altındadır yaza bilərsiniz. Sonra növbəti dediyimiz kimi xilafətə vergi ödəyir yaza bilərsiniz. Ölkə talanır yaza bilərsiniz. Belə. Və Azərbaycana sahib olmaq üçün daxili çəkişmələr mövcuddur. Ən azı iki fikir deyil, biz üç fikirlə yekunlaşdırdıq.